mən sənə aşiqəm, mən səni sevirəm, amma sənin özünü sevirəm. O da deyir ki, mənim xoşbəxtliyim başqa adamlandır. Onda mən şadam ki, sən xoşbəxt olasan. Belə neçə dənə adam tanıyırsınız? Bir dənə də yoxdur. Hamı deyir ki, özümü öldürərəm, mənim olmasın. Ya gedir onu qarşı tərəfi öldürür, sevdiyini öldürür. Deyir, mən o qədər səni sevirəm ki, səni öldürərəm. Belə sevgi olar. Necə yəni, o qədər sevirəm ki, səni öldürərəm. Bu mövzular bəşəriyyət üçün önəmli olan mövzulardır. Əgər doğrudan da bir nəfər qarşılıqsız birini sevirsə, ona rəhmət deyir dinimiz. Rəhmət budur. Məhəbbət budur ki, başqalarını özü üçün sevəsən. Biz əsasən belə zənn edirik ki, çoxlarını sevirik. Xahiş edirəm sizdən məhəbbətlərinizi təftiş eləyin. Məhəbbəti təftiş eləyəndə, hesab kitab aparanda görürsən məhəbbətin altından başqa şeylər çıxır. Təmənna çıxır, özün üçün hər şey istəyirsən. Təftiş eləyin, dəqiq olun bu məsələlərdə. Biz çox vaxt özümüzü sevirik, öz egoizmimizin adını məhəbbət qoyuruq. Bütün dünyanı özümüz üçün istəyirik, hər şey özümüz üçün sevirik. Xalis məhəbbət axtarasan dünyada çox azdır, xalis məhəbbət. Bizim şairlərimiz bu məhəbbəti vəsf ediblər. Ona görə əsərləri ölməzdir.